Yoldaşlar deyir ki, malın maya dəyəri 2B çıxı 6 manat, satış qiyməti 3B çıxı 11 manatdır. Mal 40% qazancla satılırsa B-ni tapın. Buna birinci yoluna verə bilərik. Deyə bilərik ki, qardaşlar, birinci yol. Belə fikirləşin ki, 2B çıxı 6 manat malın maya dəyəridir. 40% qazancla satılırsa, o zaman 2B çıxı 6-nın üzərinə bu 2B çıxı 6-nın 2B çıxı 6-nın neçə faizin gələrəm? 40%. Vur 40 böl 100. Satış qiyməti nədir deyir? Bu ikisinin cəmi satış qiyməti. Yəni 3B çıxı 11. Problem? Yoxdur. İkinci yol nə olar yoldaşlar? Baxın, bura zəhmət olmasa. 2B çıxı 6 manat. Bunun maya dəyəri. Tənasüb, normal. Dədə baba qaydası. 2B çıxı 6 manat 100%dirsə. 3B çıxı 11 manat. 40% qazancla satılırsa, o zaman 140. Çətin bir şey? Bu ikinci yol. Üçüncü yolda bu bizim məşhur dan məsələləri var idi. Yoldaşlar, hardan hara keçib malın qiyməti? 2B çıxı 6-dan hara keçib? 3B çıx 11-ə keçib. 3B çıx 11-ə keçibsə. Aradakı fərqi taparam. Necə tapıram qardaşlar? 2B çıx 6-nı, elə bir bundan bura necə dəyişdiyini tapmaq üçün 3B çıx 11-dən nə edirəm? 2B çıx 6-nı Sıxıram. 2B. Sonra da varsa mötərizə daxilində yazdım 7. 3B çıx 11, çıx 2B, üstə gəl 6. 3B-dən 2B-ni çıxanda oldu B. Mənfi 11 üstünə 6 gələndə mənfi 5. Aradakı fərq nədir? Mənfi. B çıxılsın 5. O da oldu 5. B çıxılsın 5. İndi 40% deyir deyə 2B çıx 6-nı vururam nəyə? 40-a bölürəm 100-ə. O da olur B çıx 5. Çətin bir şey? Yox. 3 yolun üçünə də bir cəhd eləyə bilərsinizmi evdə?